Xoş gördük əziz dinləyicilər. Bu günləri 29 oktyabr, yəni 29 Ekim günü Türk qardaşlarımızın Cümhuriyyət qurduğu 1923-cü ildə Atatürk tərəfindən Cümhuriyyətin qurulduğu gündür. Yəni bu gün Türk qardaşlarımızda Cümhuriyyət bayramı keçirilir. Bu bayram münasibətilə mən də bütün Türk xalqını təbrik edirəm və Türk xalqına Atatürk ilkələrində möhkəm durmağı arzu edirəm. Niyə? Ona görə ki, həm Azərbaycan Cümhuriyyəti, Demokratik Cümhuriyyəti Azərbaycan varlığını dünyaya elan etdi, həm də 29 Ekimdə 1923-cü ildə Atatürkün qurduğu Cümhuriyyət Türkiyəni güclü etdi. Bu günləri olan Türkiyənin gücü, bu günləri olan Türkiyənin qüvvəsi və dünyada tutduğu yer üçün Türk xalqı Atatürkə borcludur. Atatürkü üzərinə gedənlər, Atatürkü vuranlar cahil və cühəlalardır. Unutmayın, bu günləri Türkiyə Cümhuriyyəti ilə ayaq üstədir. Bugün biz başqa banan ölkələrini görürük, istəyir Ərəb ölkələr olsun, istəyir Afrika ölkələr olsun. Niyə görə inkişaf eləmirlər? Ona görə inkişaf etmirlər ki, inklüzivlik yoxdur. Ona görə inkişaf etmirlər ki, xalq hakimiyyəti yoxdur. Məhz Atatürk xalq hakimiyyətini Türkiyəyə gətirməklə, Türkiyə Cümhuriyyətini qurmaqla dünyada ölkələr sırasına girə bildi və bu günləri Türkiyənin gücü də məhz Atatürkə borcludur Türk xalqı. Türk Cümhuriyyət bayramınız mübarək olsun bütün dostlarıma, bütün Türk qardaşlarıma və mənlə birbaşa yaxın olan Türk dostlarıma təbrik edirəm. Var olun.